Elm və Təhsil naziri Emin Əmrullayev bugün Gəncədə Son Zəng tədbirinə qatılıb. Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumi təhsil məktəbindəki tədbirdə iştirak edən nazir məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Çıxışlardan sonra Emin Əmrullayev məzunlar və məktəbin müəllim kollektivi ilə rəqs edib, yallı oynayıb. Nazir məzunların formalarına xatirə sözlərini yazıb. Yəni bir yerdə yarız hamımız növbə ilə durun, hamımıza yazmışam. Növbə ilə duraq, növbə ilə duraq. Sonra növbə ilə durun, tələsməyin. Ayşə. Çəkil. Kimi yazdımsa getsin.